Demin keçirdiyi sınav imtahanından belə bir ehtimal sualının izahına baxaq. Sualımız çox geniş görünsə də əslində sadə sualdır. Sinifdəki 40 şagirddən 19-unun velosipedi, 21-nin telefonu, 16-sının isə kompüteri var. Onlardan 11-nin həm velosipedi, həm də telefonu, 12-sinin həm telefonu, həm də kompüteri və 6-sının isə həm velosipedi, həm də kompüteri var. 3 şagirdin həm velosipedi, həm telefonu, həm də kompüteri varsa, sinifdən təsadüfən seçilmiş bir şagirddə velosiped, telefon və kompüterdən heç birinin olmaması hadisəsinin ehtimalını tapın. Bu sualımızı iki üsulla həll edə bilərik. Həm düstur vasitəsilə, həm də Euler-Venn diaqramı ilə. Biz Euler-Venn diaqramı ilə olan həllinə baxaq. İlk öncə 3 dənə Euler-Venn halqasını çəkirik. Birinə velosiped, birinə telefon, birinə isə kompüter deyək. Bizə deyir 3 şagirdin həm velosipedi, həm telefonu, həm də kompüteri var. Yəni 3-ünün kəsişməsinə 3 deyirik. Bunlardan 11-inin həm velosipedi, həm də telefonu var. Velosiped və telefon hər ikisinin 11 nəfər olduğuna görə 3 nəfər artıq qeyd etmişik. Bura 8 nəfər qalır. 12-sinin həm telefonu, həm də kompüteri var. 12 nəfərdən, yəni telefon və kompüter hər ikisinə aid olan 12 nəfərdən 3-ünü bura qeyd etdiyimizə görə bura 9 nəfər qalır. 6-sının isə həm velosipedi, həm də kompüteri var. Velosiped və kompüter hər ikisinə aid olanlardan 3-ünü bura qeyd etdiyimizə görə 3 nəfər də bura qalır. 19-unun velosipedi var deyir bizə. 8, 3, 11, 3 də bu 14. Deməli 5 nəfərimiz qaldı. 16-sının kompüteri var. 16-sının kompüteri olduğuna görə deməli 15 nəfər qeyd etmişik, 1 nəfər qalır. 21-nin də telefonu var. Telefon da 11, 9 da bu 20-sini qeyd etmişik, 1 nəfər də bura qalır. İndi isə bizə deyir ki, neçə nəfərdə nə velosiped, nə telefon, nə də kompüter yoxdur. Bunun ehtimalını tapın. İlk öncə biz hesablayaq görək neçə nəfərdə velosiped, telefon və kompüter var. Baxırıq ki, bunları toplasaq 30 nəfər edir. Deməli 40 nəfər şagirddən 30 nəfərində olduğuna görə yerdə 10 nəfər şagirdimizdə bunlardan heç biri yoxdur və ehtimalını da tapanda məxrəcdə 40, surətdə isə 10 yazırıq. İxtisar aparanda edir 4də 1, bu isə olur 0,25.